Salam əziz izləyicilər. Mən bu gün də yenə məcbur oldum müraciət etməyə. Deməli mən Ağdam qeydiyyatda olan Ağdərə rayon sakini, Bərdə rayon 866 nömrəli qəsəbədə yaşayıram. Şəhid evladıyam, 2-ci qrup əliliydim və Qurbanov Ülfət Ərqisməti oğlu. Mən bu gün də məcbur oldum ki, bir video çəkəm. Deməli məlumuz olsun ki, mən 2003-cü ildən əskəri zamandan asmatikəm. Deməli, 23 ildə asmayam, hərbidən gələndən bəri. Deməli, 15 ildə mən pensiya, 2-ci qrup əlillik pensiya alırdım. Mənim də müxtəlif xəstələrimi asmayam, həm mədə bağırsaqda problem var, deməli, divertikul deyirlər var, osteoxondrozdur, 3 dəfə qasıqdan əməliyyat olmuşam. Yəni, əsəb, yəni hər şey var da, bütün xəstəliklər demək olar ki, mən hamısını hərbidə tapmışam. Deməli, mən 23 il asma xəstəsi olan 2025-ci ildə Ağzəbədi və Ağdamdan kəmsiyyədən keçmişəm, region olaraq Ağzəbədidən keçmişəm. Deməli, mənim 2025-in axırında mən pensiyamı götürüb, kəmsiyyədən keçdiyində kompüterlə mənə götürüb 3-cü qrup əlillik veriblər. Deməli, mənim yanaşan xəstəliyim bir o qədər çox, həm də xahiş edirəm, bir dənə yaxından çəkin. Mənim haradasa bir 50-60 dənə, 70 dənə epigrizm ola. Bax, bunlarla yaşayıram mən. Bax, bu natriflordur, bunun içinə qatırlar elfirindir, natriflordur, dexamazonundur. Bax, bunlarla mən yaşadığım halda, Sosial Müdafiə Nazirliyi Cənab Prezident. Mən burada müraciət edirəm Cənab Prezidentimizə və birinci xanım Mehriban xanıma. Deməli, məni Cənab Prezident, mən 23 ildir sizin tapşırıqlarınızla, Mehriban xanımın tapşırıqlarından, devlət xəstəxanalarında mən 23 ildə müalicə oluram. Sizə yazdığım məktublar əsasında, ispatimli kompleksdə müraciət olmuşam da, ondan bəri, yəni, sizin və tapşırığınız əsasında mən uzun müddətli müalicə oluram. Hal-hazırda da indi də oluram. Yəni, sizə yazdığım məktublar əsasında. İndi təəssüflər olsun ki, 23 ilin xəstəsi asma xəstəsi, yəni sağalmayan asma xəstəsi, Sosial Müdafiə Nazirliyi və Anar Əliyevin işçiləri, əlləri bərpa mərkəzi mənim sosialımı 3-cü qrup eləmişdilər. Mən də gedib onu atqaz eləyib, intida eləmişəm. Oradan da təzələn gənə şikayət müraciət edəndən sonra dost mərkəzində olmuşam. Dost mərkəzində əyəni 2 dəfə əyəni baxışdan keçmişəm, axtalaşdırıblar və nazirliyə vurublar. Hələ də onun cavabını gözləyirəm. Deməli, mənim Cənab Prezident, məlumuz olsun ki, mən şəhid evladıyam. 2-ci qrup əliləm. Mənim müxtəlif xəstəliklərdən ailə üzvüm 5 nəfərdən ibarətdir. Mənim sosial pensiyamı da dayandırıblar. 4 ayda sosial yardım, 550 manat sosial yardım aldım uşaqlara. Onu da kəsiblər. Məlumuz olsun ki, 4 ayda sosial yardımı kəsirlər. Mənim də 2 evladım universitetdə oxuyur. Biri Gəncədə, biri Bakıda, biri beynəlxalq münasibətləri oxuyur. Bir də Gəncə devləti. Onların kirasını, onların aylığını, yeməyidir, içməyidir, heç birini çatdırıb verə bilmirəm. Məni pis vəziyyətə qoyub Sosial Müdafiə Nazirliyi. Və bugünkü gündə mən rəsmim Cənab Prezident, sizə də məktub yazmışam, Mehriban xanıma da yazmışam, Baş nazir Əli Əsədova da yazmışam, Milli Məclisin sədri Sahibə xanım Qafarovaya da yazmışam. Milli Məclisdə Ağdərəni təmsil edən Ağdərənin deputatı Anar müəllimə həm yazmışam, həm onun köməkçisinə də bir elə zəng vuram ki, məni Anar müəllimlə görüşdürün, Anar müəllimlə danışım, mənə demişəm, hələ Anar müəllimlə səs soraq yoxdur. Bir şəhid evladına bu boyda zülüm verirlər. Cənab Nazir göz yumur, Milli Məclis göz yumur, deputatımız göz yumur. Da hər yerə demişəm, elə bir orqan yoxdur ki, yəni rəsmi ona mən müraciət eləməyəm. 23 ilin xəstəsinin pensiyasını dayandırmaq, sosialını dayandırmaq, bir şəhid evladına bu qədər zülüm vermək olar. Bu ölkədə mənim dədəm bu devlətə, yəni məni əmanət qoyub gedib. Amma bugünkü gündə devlətimizdə mən sahibsiz qalmışam. Yəni bu Azərbaycan devlətində mən nəyə görə sahibsiz qalmam? Və bugünkü gündə o Milli Məclisdə oturan
deputatlar, bizim elə Anar Məmmədov başda olmaqlarla, bugünkü gün də bizim vəkilimizdir. Mənim vəkilim, bugünkü gün də mən onun telefon nömrəsini tapa bilmirəm. Vermirlər telefon nömrəsini. Onun mavini elçisindən danışıram. Neçə dəfə bu gündən danışmışam ki, nə oldu? Mən də bir dənə bu dəqiqə hal-hazırda maraqlanan cənab prezident, sizin rayonlarınız üzrə kuratorudur, bir də Ağdamir icra başçısı Vaqif Həsənov cənablardır. Hal-hazırda onlar maraqlanır mənim işimlə. Yəni bu işlə davamlı şəkildə onlar da çalışır ki, mənim bu işim düzəlsin. Amma mənimiz olsun ki, nə Sahibə xanım bir cavab vermir bizə. Milli Məclisin sədri, yəni bilir ki, bu deputatımızın böyüyü də budur. Bu deputat bizim sözümüzə baxmayanlar, biz elə sədrə müraciət edəyələr. Orada da hamısı oturublar orada, Sosial Müdafiə Nazirində, bütün sosial şəbəkədə, Sosial Müdafiə Nazirinin işçiləri ancaq özləri reklam eləməklə məşğuldur. Mən hal-hazırda ağır asmatik, xroniki, ağır gedişli, infeksiyon forması, asılı vəzirəsi, bütün sənədlərim içində olanları, hansı xəstəxanalar, Bərdə, Ağdam, Bakı, Ağciyar, hər yerdən sənədlərim yerində olsa da, bütün hamısı sənədlərimizin, bütün sarı kağızlarında bundan qabaq verilən, yəni 5 illik hər il komissiya ilə keçdim, o sarı kağızlar var bundadır. Bütün sənədlərim yerində olsun. Sosial Müdafiə Nazirliyi 2 dənə sənətin təzələnə, qaynar xəttini görsəm bir 2015 ilə 2013. Orada tapdım, aparıb verdim Sosial Müdafiə Nazirliyi, Bərdə region, Qarabağ region dost mərkəzinə də vermişəm. Orada da yoxladılar, gördülər ki, həqiqətən də mən xəstəyəm. 23 ilin xəstəsini asma hamı bilir ki, cənab prezident, yəni sağalan bir xəstə deyil də. Bu asma xəstəsinin pensiyasını dayandırmaq nə deməkdir? Bir şəhidin evladına bu zulüm vermək nə deməkdir? Mən bu Azərbaycan ölkəsində, bu boyda devlətdə mən niyə mənə bir məmur sahib çıxmır? Anar müəllim ancaq elə bir ki, Ağdamda, deməli, Anar müəllim Naxçıvanlıdır, deməli, Ağdərə, Tərtər, Ceyranboyunda deputatdır. Elə bir Anar müəllim də sanki elə bir Bərdədə olan Ağdərəlilərdir, Beyləqandır, ümumiyyətlə rayonlarda olan Ağdərə cəmiyyətini heç biri yoxlamır. Ancaq gələndə də Tərtərə gəlir. Gələndə Tərtərə gəlir. Elə bir sanki elə bir Tərtərdə reklamdan ötəri ölürlər bunlar. Cənab prezident, mən buradan Mehriban xanıma da deyirəm. Cənab prezident, sizə də deyirəm. Milli Məclisin sədri Sahibə xanıma da deyirəm. Bu deputatlar hamısı özlərini reklam edir. Bunlar hamısı seçilən deputatlar deyil. Bunlar hamısı təyin olan deputatlardır. Yəni bizdə seçilən deputat yoxdur. Mən şəxsən deyirəm ki, deputatlarımızın hamısı təyin olunmuşdur. Bugünkü gündə mən Milli Məclisə Sahibə xanıma yazıram, bir şəhid evladı yazır, cavab verən yoxdur. Nazirlər kabinetinə yazmışam, cənab nazirə yazmışam, baş nazirə, cavab verən yoxdur. Cənab prezident, kimə yazmışam, heç kim mənə cavab vermir. Elə bir kim sahibsiz qalan bir şəhid evladına heç kim sahib çıxmazdır. Məmurlarımız göz yumur mənim müraciətlərimə. Heç kim məndən maraqlanmır. Hal-hazırda mənim evimdə aclıq içindədir. Blokadadayım. Yəni uşağım yemək tapmır yeməyə. Yəni elə bir vəziyyətdəyəm ki, yəni uşağıma yemək tapa bilmirəm verməyə. Mən bu boyda qaz, Azərbaycanın bu qazı olan ölkədə, yəni nefti olan bir ölkədə mənim evlatlarım, bir şəhidin evlatları zülüm çəkir. Mənim atam getdi bu devlətdə canlı qoydu. Şəhid oldu. Yəni 3-8 balasını qoydu qırağa, getdi vətəni, bayrağı seçdi. Amma bugünkü gündə şəhidin evladı zülüm çəkir. Yəni mən məcbur olub Ərdoğana da müraciət eləmişəm. Türkiyənin prezidentinə də müraciət eləmişəm ki, bizim səsimizi cənab prezidentə eşidirən yoxdur. Yəni bizi qoyan yoxdur ondan görüşək. Xahiş edirəm sizdən artıq dərəcədə. Cənab prezident, mənə köməklik edin. Mehriban xanım, sizdən xahiş edirəm. Mənə yalnız siz köməklik edə bilərsiniz. Sosial Müdafiə Nazirliyi, nazir başda olmaqla ancaq özləri reklamla məşğuldurlar bunlar. Bunlar bizə kömək eləmir. 23 ilin asmasını oksiyaxandroz, yəni qirijanlar, mədə bağırsaq, məndə divertikul var, mədəmdə yırtıq var, eroziya var, qastritin var, emfizemam var. Hansını sahib, hansını deyim? Mən biz kimə deyək dərdimizi? Hər gün mən gündə 2 dəfə elfini vurdular, cənab prezident. Bax, hər gün 2 dəfə bax, bu elfinindən vurdular. Bax, içinə də qatılan bu natriyoxlordur. Dexamesodundur. Bunları bu kör gözlə, bu nazirlik görmür ki, mən xəstəyəm də, nətər olmalı xəstələr. Gel qəbrə sallananda görməlilər ki, bunlar bu xəstəyi. Öləndən sonra, nətər deyim, o
Bilirlər ki, 65'dən yuxarı heç kim yaşamır, götürüb 65 yaş eləyirlər pensiyaya ki, zaten bu bir ay alacaq, almayacaq, 65'e çatacaq, öləcəkdən sənə bu. Yəni, bugünkü gündə, amma mən ikinci qürbəm, mən 42 yaşım var, mən 2003'dən indiyənə kimi mən asma xəstəliyinə zülüm çəkirəm. Mən zillət çəkirəm. Amma nazirlərin balaları, deputatların balaları kabab yeyir, bahalı maşınlarda gəzir. Anar Əliyev bir dəfə gəlib mənim, 4 ayda çıxış edirəm, Anar Əliyev bizim Ağdərənin deputatı. Bir dəfə gəlib mənim qapımı açır, demir ki, ay bala, sən bu boyda mənə müraciət edirsən, indi yalan gerçək, köməkçim də mənə deyir, gəlib bəlkə sənin evində yeməyim yoxdur, deyirsən yeməyim yoxdur. Biz maraqlanaq, şəhidin evladı ilə maraqlanaq. Amma bugünkü gündə şəhidin evladla maraqlanan yoxdur. Zülüm çəkirik, zillət çəkirik mən. Mənim ailə üzüm 5 nəfərdən ibarətdir, 3 dənə evladım var, 2 dənə oğlan yetişdirəm. Azərbaycana geçsin qorusun, səhərlər geçsin, vətənini qorusun. Amma bugünkü gündə uşağımın universitet oxuyub, tanana kimi maddə elə uşağını ver geçsin, borcundan çıxsın. Hansı borcdan çıxsın? Hansı vətəni qorusun? Bugünkü gündə bu vətəndə mən ac qalıramsa, babası gedib şəhid olub, atası xəstə düşürsə, hansı harar qoruyacaq, hansı vəzifə borcunu? Mən vəzifə borcumu yetirdim, şəhid atam vəzifə borcunu yetirdi, kim bizə kömək eləyir? Bugünkü gündə şəhidin evladı zarıyır, nazirə yalvarır, deputata yalvarır, icra hakimiyyətinə yalvarır, nə bilim, hamıya yalvarır ki, mənə köməyinə. Nəyə görə mən bugünkü gündə mən yalvarmalıyam, xahiş eləməliyəm? Cənab prezident, hansı gündə mən məmurların balası gelib kef eləyəcək, şəhidin evladı 4 ayda qışqır ki, sosial yardımı kəsirlər, 2-ci ayda keçib mənim pensiyamı kəsirlər. 20 sürü xəstəsi, bu Allah da bunu götürməcək, bunu Allah da götürməz ki, Sosial Müdafiə Nazirliyi o saxtakarlar var, o əlillərin bərpa mərkəzi, orada oturanlar hepsi saxtakardır. Bugünkü gündə mənim sənətimi, mənim işlərimdə Qarabağ Dost Mərkəzindən də fakt araşdırılıb, yoxlanılıb, indi vurulub da olar. Hələ də mənim hələ bir dəqiqə cavab verən yoxdur. Axtaraşdırıblar. Bu akt nə qədər gedəcək? Bunlar hara baxır? Mən buradan deyirəm ki, cənab nazir, Sosial Müdafiə Nazirliyi, sən bugünkü gündə şəhidin evladına sən zülüm verirsən, sənin içiləri zülüm verirsə, bugünkü gündə mən yenə də sizə deyirəm. Bunu nə Allah götürməyəcək. Bizə nə eləyirsinizsə, mənim bugünkü gündə mən balalarım ac qalır, mən ac qalıramsa, mənim ac qalmağım cəhənnəm olsun. 3 dənə evladım universitetdə oxuyur, onlara yol pulu, yemək pulu, aylığı mən verə bilmirəm. Amma bugünkü gündə bu zülümlərin hamısını Allah sizin hamınızın, o nazirin, o nətər deyim, əllər bərpa mərkəzində mənim işimə baxmayanların Allah balasının başına gəlsin. Cənab prezident, bunlar hamısı özlərini reklam edir. Başda deputatımız olmaqla, nazirimiz olmaqla, hamısı yalandan Sosial Müdafiə Nazirinin bir dənə səhifə açıblar. Hər gün özlərini reklam edir. Bu buradan gəldi, getdi, dost mərkəzi buradan getdi, o birisi buradan getdi. Hamısı sizi anladılar. Bugünkü gündə 4 aydır şəhidin evladı zülüm çəkir. 4 aydır mənim sosial yardımım kəsilib. 2-ci ayda keçib pensiyamı kəsiblər. 3-cü qrup vermişdən onun atqaz eləmişəm. Xahiş edirəm. Mən yenə də burada xahiş edirəm. İmkanlı şəxslərdən mənə köməklik edin, mən bu Azərbaycan ölkəsindən mən çıxıb gedim. Mən dedəm bu ölkədə şəhid olsa da, bugün gündə şəhidin evladını mərədirlər, qışqırdırlar, sındırırlar ailəsinin uşağının içində. Mən burada xahiş edirəm. Mənim bu videom imkanlı şəxslərin qabağına çıxarsa, mənlə əlaqə saxlasınlar, mənə köməklik edəsə, məni bu ölkədən çıxarsınlar. Başqa yeri bir ölkədə yaşayayım. Bezmişəm, uşağıma yemək verə bilmirəm, çörəyini ala bilməyəndən sonra bunu yaşamağı mən verirəm ki, hansı günü mən yaşayacağım? Ölmək bundan yaxşıdır. Mən yenə də deyirəm, Sosial Müdafiə Nazirliyi, mənim bu 3 dənə balamı qarşı sizi və sizin evladlarınızı tutacaq. Bugünkü gündə şəhidin evladının nə günah var ki, şəhidin nəvələrinin nə günah var ki, siz onu çörəklə sınağa çəksiniz, xəstəliklə sınağa çəksiniz. Neyniyək biz? Dərdimizi kimə deyək? Mən burada xahiş edirəm. Türkiyənin prezidenti Erdoğan'dan xahiş edirəm, bu video sizinlə qarşınızda çıxsa, mənə köməklik edin. Bezmişik burada. Biz yenə də deyirik, prezidentimizi sevirik, çox istəyirik. Amma bu məmurlar bizə zülüm verir, cənab prezident. Zülüm verirlər bizə. Xahiş edirəm, bu video imkanlı şəxslərin qabağına çıxarsa, Mehriban xanım, sizin əgər qarşınızda bu video çıxarsa, Leyla xanımın, Balaca Heydərin,
Prezident cənab İlham Əliyevin qarşına çıxarsa, bilin ki, bir şəhidin evladı 5 nəfər bu evdə arsuz, pis vəziyyətdədir. Xahiş edirəm artıq dərəcədə mənə köməklik edin tez bir zamanda.